Anar, belə deyək də, fibrozlaşma ədəbiyyatla, yəni bu tibbi qayda qanunla bu getməməlidir. Amma bəzən olur ki, bunların kiçilməsi, yığışması praktikada olur. Mənim praktikamda da olubdur. Prostat fibrozlarının sorulması, yığışması olub. Onun mən uzi cavablarını yaxın günlərdə atacağım, səhifəmdə olacaqdır. Orada da siz baxa bilərsiniz, kim istəsə baxa bilər. Yəni, həm əvvəl müalicədən əvvəlki uzi cavabı, müalicədən sonraki uzi cavabı var. Eyni uzi aparatı ilə olunub, eyni mütəxəssis tərəfindən olunub və Bakıda olunmayıb, Lənkəranda olunubdur. Və görünür ki, 4 ədəd fibrozlaşmış sahə var, fibroz toxuma var. O sahələr yavaş-yavaş, ikisi tamamilə sorulub, ikisi də xeyli yığışıb. Yəni, praktikada bu nəticəmiz var. Amma mən buna söz verə bilmirəm ki, hamıda bu alınacaq, onu deyə bilmərəm. Sadəcə olaraq indi bir xəstəmizdə belə yaxşı nəticə alınıb, buna da mən sevinirəm.